Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Pensiya yaşının artırılması müzakirə olunmur. Bu ödənişlərlə bağlı hər hansı bir çətinlik yoxdur. Pensiya sistemi dayanıqlıdır və mövcud imkanlar gəlirlər pensiya ödənişləri həyata keçirməyə imkan yaradır. Bu sözləri Baku, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış hesabatda pensiya ödənişləri ilə orta ömür müddəti arasında fərq müqayisə olunub. Dayanıqlıqla bağlı qeydlər hesabatda öz əksini tapıb və bu istiqamətdə mətbuatda müxtəlif xəbərlər verilib. Xüsusən qeyd etmək istərdik ki, hazırda pensiya sistemi dayanıqlıdır və mövcud gəlirlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütövlükdə xərcləri qarşılamaq və pensiya ödənişlərini həyata keçirməyə imkan yaradır. Ona görə hazırda pensiya yaşının artırılması müzakirə mövzusu deyil.